Bəs o qaynananın cəzası olmayacaq, günahsızdır. Görürsən, sən ürəyini bulandırırsan, onun cəza almasını gözləyirsənmi? Sən onun günahını yuyursan. Tabii ki herkes ektiğini biçir. Tabii ki onun da özüne məxsus cəzası olacaktır. Ama sen ürəyini bulandıranda ki o da olsun ona nəsə. Sen artık çünkü onun da baxışlarından baxan nur Allah'ın zərrəsidir. Sen gör kimə nə arzu eləyirsən. Sənə edilən pisliği və sən etdiyin yaxşılığı unut. Müqəddəs qanun budur. Yok, qəlbini bulandırıb ona cəza arzu etsən, o cəzanı sən dadırsın. Özün başqa bir cəza dadırsın. Çünki sənin arzun təmiz deyil. Öncə nə dedim də, sözün qüvvəsi var. Pislik arzulasan, pislik tadacaqsan, sən pisliyə yaxşılıqla qalib gəlməlisən. Xeyr dua verməlisən. Cəza, qisas Allah'ındır. Rəsul.